Salam uşaqlar, axşamınız xeyir. Bu gün mən sizlərə məktəblər arası milli hakatondan qeydiyyatdan keçməyi öyrədəcəm. İlk öncə gördüyünüz bu sayta daxil olursunuz. Daha sonra buradan qeydiyyatdan keç bölməsini basırsınız. Daha sonra buradan qeydiyyatdan keçmək düyməsini basırsınız. İlk öncə qeydiyyat bölməsinin deməli buradır. Buradan öz soyadınızı daxil edirsiniz. Soyadınızı daxil edirsiniz. Bu hissəyə adınızı daxil edirsiniz. Buraya isə öz deməli doğum tarixinizi daxil edirsiniz. Mən deməli nümunə olaraq yazdım. Daha sonra cinsinizi və buradan deməli məktəbinizi seçirsiniz. Bu cür məktəbinizdə seçdikdən sonra bura gəlir artıq sinif. Sinifi seçəndə diqqətli olun ki, səhv sinifi seçməyəsiniz. Daha sonra UTIS nömrənizi yazırsınız. Mən başqa bir test üçün UTIS yazıram. Və elektron poçt ünvanı bölməsinə də yenə də mən test üçün bir dənə yazıram. Və email.com mütləq bunu da qeyd edin. Elektron poçt ünvanınıza da bu arada hardan baxa bilərsiniz? Google Chrome-dan deməli bu hissələrdə deməli baş hərfiniz və yaxud da ki buradan nəsə hərf olur. Onu basaraq öz deməli emailinize baxa bilərsiniz. Daha sonra gəlir bu əlaqə nömrəsi bölməsi. Buradan öz əlaqə nömrənizi yazırsınız. Valideyn telefon nömrənizə də valideynizinkini yazırsınız. Mən yəni bir nömrə yazdım təsadüf olaraq. Bu arada əgər valideyninizin telefon nömrəsi yoxsa və yaxud da ki siz yəni ora valideyninizin nömrəsini düşməni istəmirsinizsə, hər iki bölməyə də öz nömrənizi də yaza bilərsiniz. Yəni bunun fərqi yoxdur. Daha sonra gəlirik əsas bu hissəyə, uşaqların ən çox çalışdığı yerə. İlk öncə onu bildirim ki, rəqəmsal bacarıqlar əsasən Bakı məktəblərində keçirilir, amma bizim məktəbdə keçirilmir. Ona görə bütün şagirdlər bura bir qaydada xeyir bölməsini basırlar. Daha sonra tərəfdaş kuponu. Tərəfdaş kuponu əsasən Bakı məktəblərində olur ki, deməli şagirdlər bir-birlərindən kod alırlar və onun kodu ilə qeydiyyatdan keçirlər. Amma bizdə belə bir şey yoxdur və vacib də deyil. Yəni burada yazılıb ki, sahə mütləq deyil, yəni burada da özləri yazıblar. Ona görə heç buranı da boş qoyursunuz. Buradan xeyri seçirsiniz, buranı boş qoyursunuz. Daha sonra gəlir şəxsi məlumatlar bölməsi. Buradan mütləq bu hissəni basırsınız və bu nəyə görə idi? Bu şəxsi məlumatlarınızın emalına razılıq verdiyiniz haqda elə bil ki, imza atırsınız ora. Elə bil ki, siz oranı seçməsəz qeydiyyatınız olmur. Necə ki, bankdan kredit götürəndə hər kəs mütləq müştəri imza atmalıdır və öz imzası ilə bu krediti həqiqətən götürmək istədiyini təsdiqləyir. Və siz də mütləq burada bunu basaraq deməli sizin UTIS kodunuzla, məlumatlarınıza falan baxmalarına icazə verirsiniz. Qeydiyyatda bizə ən çox problem yaradan bu üçdür. Birincisi rəqəmsal bacarıqlar. Burada mütləq xeyri vurmalısınız. Tərəfdaş kuponu bölməsində mütləq boş qoymalısınız və mütləq şəxsi məlumatlarınızın emalına razılıq verməlisiniz və bu hissəni boş qoymamalısınız. Bunu siz bir dəfə basanda bura göy olmalı. Daha sonra qeydiyyatdan keçmək bölməsini basmalısınız və daha sonra sizin kabinetiniz açılacaq. İndi sizin kabinetiniz açıldı. Amma siz sabahlan gəl məktəbdə hakaton işləyəndə sizə mütləq kod lazım olur. Bu kod isə sizin yazdığınız e-maillə gedir və e-mailinizi girirsiniz və ən yuxarıda algoritmika şirkət tərəfindən sizə o kod göndərilir. Yəni mən o kodun nümunəsini sizə göstərəcəm. Bu cür formada gördüyünüz kimi mənə gələn budur. Mənə gələn budur ki, bu mənim istifadəçi adımdır, bu isə şifrəmdir. Siz bunu mütləq sabahlarım screenshot edərək məktəbə gətirməlisiniz və yaxud da ki, sinif rəhbərinizə bunu atmalısınız ki, bu, yəni məktəb həyətində bu kod mütləq olmalıdır ki, siz mütləq birinci mərhələdən keçdikdən sonra artıq ikinci mərhələyə hansısa bir məktəbə, yəni içində kompüter otağı falan olan məktəbə siz düşdükdə ikinci mərhələ üçün ki, bu əsasən rayonda olur və Qarabağ, yəni
Qarabağ regional üzrə keçirdilir. Siz mütləq ora getdikdə artıq bu istifadəçi adını yazmalısınız və şifrəni yazmalısınız. Düzdür, siz telefonda bir dəfə qeydiyyatdan keçdiniz və kodu bilməsəniz də telefonla rahat işləyə biləcəksiniz, amma mütləq telefonunuz kompüter rejimində olmalıdır. Amma ki, mütləq burada işləyəndə məktəbdə falan və yaxud başqa bir rayonda axırıncı mərhələyə kimi gedirsiniz Bakıda, sizə mütləq istifadəçi adı ilə şifrə lazımdır. Mən şifrəmi qaralayıb bura 1, 2, 3, 4 yazmışam nümunə olaraq. Siz bu 1, 2, 3, 4-ü indi sizin şifrəniz nədirsə onu mütləq məktəbə gətirib məktəb heyətinə verirsiniz və məktəb heyətində qalır və siz sabah sizə lazım olanda məktəb heyəti sizə bu kodu deyir. Deməli, bu qədər, qeydiyyat bu qədər asandır. Mütləq dediyim o 3 məqama, yəni rəqəmsal bacarıqlara, kupona, tərəfdaş kuponu və o əsasən o şəxsi məlumatlara mütləq ora seçməlisiniz. Bu qədər, qeydiyyat bu qədər idi. Artıq qeydiyyatdan keçər. Keçə bilməyən isə sabahlarım məktəbdə qeydiyyatdan mütləq keçməlidir. Oldu, sağ olun, gecəniz xeyrə.